Ya Allah, salam aleyküm değerli izleyiciler, her vaxtınız xeyir olsun. Gördüğünüz kimi 508 Bakubus avtobusun tam yolunun yaxınlığında. Bax, asfaltdan içəri və evi də götürür, rəhmət olursa. Bax, değerli izleyiciler, gördüğünüz kimi tam yolun kənarında, bax, 2 mərtəbə evdir. Yəni, qiyməti də jackpotdur ya. Bax, bu yolun kənarında panorama var, internetində kuruğu. Bax, bu ərazidə böyle bir profektör yok ki tapmayasınız da, yani aptekinden, mağazasından her bir şeyle kimi. Bak keçid eləyir evimizin həyətlə, bayan odur. Ama onun birinci nömrə yoxdur ya, gələndə zəyə vuranmayasın. Şəkiyə zəyə vurun gəlir. İzləyicilər, bax sizə elə bir ev təqdim edirəm ki, düzü, bilirsiniz ki, mən şəxsi tikili evləri işləyirəm, şəxsi tikili ev. Bax, bu evin fundamenti 50'nin 60'adır ya 50'nin 80'ədir. Evin fundamentindən gedir söhbət. Evin sokonu ümumi 6 daşdan sonra tikilib. Evin yan dövrəsindən də keçid eləmək olur. 3 sotun içərisindədir. Həyətində də ki ağacları var, gözəl insanlar. 3 sotun içindədir. Gəl bura qardaşım. Bax gözəl insanlar, sizə elə bir ev təqdim edirəm ki, vallahi deyirəm, ustalarınızı götürüb gələ bilərsiniz. Evin bütün elektrik işləri görülüb, kombi xətləri çəkilib. Bax, bu yerə laminat vurasınız, paket vurasınız. Bax, bu taxtanın özü, indiki bu dəqiqə bazarda belə taxta yoxdur. Bax, gözəl insanlar, tam fərqli bir dənə çeytiyoş. Bax, bura mətbəxdir, gördüyünüz kimi. Bax, bura kladovkasıdır. Adam tam fərqli çəkişdir, belə bir şey yaradıb burada. Kombi xətlərinə kimi atıb bura. Buranı kladovka kimi yığdırıb, məsələn, kuklada barbanka bağladın, yığdın bura, asma pəncərəsinə kimi qoyub. Gözəl insanlar. Bax, növbəti bir dənə zal otağımızdır. 2 dənə pəncərələrin altına radiatoru və gördüyünüz kimi evimizdə rəşatqalardan hər bir şey qoyulub, alçıpanlar kimi vurulub. İstəsəz gözəl insanlar, bu aranı aça bilərsiniz, zalı böyük bir zala çevirə bilərsiniz. Çünki bunun üstü monolit betondur. Hər bir şəraiti yaratmaq mümkündür. Və burada isə bir dənə qardaşım zəhmət olmasa göstərsin sanitar qovşağını. Deməli, değerli insanlar, bax, bu evin pilləkəni də yəni, gördüyünüz kimi betondur. Yəni, pul qoyulub, maya qoyulub evə, normalde summa. Bax, gəldikdə isə evimizin 2-ci mərtəbəsinə yenə digər tərəfdə sanitar qovşağı yerləşdirilib, gəl bura qardaşım. Super də, yəni, həqiqətən idealdir. Bax, bir otağı buradadır, gözəl insanlar. Və növbəti otağı da bir dənə göstər. Gözəl insanlar, əsasən, belə deyim də, imkanı çox olan insanlar, bana səhətsin, belə bir şərait yaradırlar, evin içində sanitar qovşağı, spal yataq otağın içində. Burada isə gözəl insanlar, addelli bir dənə sanitar qovşağı üçün yer deyil, prosta buranı kladovka eləmək olar da, məsələn, orada var. Bax, keçid eləyək, özdə qoyma betondur ya bu, əllə tökülmə monolit beton deyil, qoyma betondur, amma yenə də tam keyfiyyətlidir, gözəl insanlar. Asfaltın düz kənarında qiymət 109.000 manat. Endirim reallıqda. Zəng et, gəl. Bu evdə Saray qəsəbəsində yalnız Naxçıvan əmlakla Vahid əmlakda var. Salam aleyküm.